Sülfat turşusunun alınması və xassələri DİM toplu 2025 33-cü sual. 3 dənə bizə məhsul verib, soruşur ki, bunlardan hansı qatı sülfatdır? Gəlin biz analiz edək. Birinci, dəmir 3 valetli duzu alınırsa, bu qatı sülfatdır, duru deyil. Nədir? Qatı. Və temperaturla gedir qatı sülfatdan. Bayağı da dedik ki, dəmir, xrom, nikel və alüminium bunlar qızdırması qatı sülfatı. Burada alınır SO2 və su. Bu da qatı olandır. İkincisi də qatı. Mis duru sülfatdan girməz. Nə ilə girər? Qatı ilə girər. Qatı sülfatdan girər. Mis-2 sülfat, SO2 və su alınır. Əgər hidrogen çıxırsa, bu qatıdan hidrogen çıxara bilməzlər. Nədən çıxarırlar? Temperatur olmayanda qatı olur da, elə yadda saxla. Yox, elə yadda saxlama, 4 dənə üçün belə. Nəsə yazıldı? Yəni sən belə yadda saxla ki, hidrogen çıxırsa, deməli duru ilə giriblər. Hidrogen alınmır, SO2 H2 çıxırsa, deməli qatı ilə giriblər. Burada alınır alüminium 2, SO4, 3. Yəni burada 1 və 2 qatıdır, 3 isə durudur.